Kanal Leon. Allah'ın salamı olsun benim əziz ve mehriban kardeş ve bacılarıma. Hoş gördük benim əzizlərim. Mənim əzizlərim, benimle kalmak isteyenler. Bir fincan çay, qəhvə, su, şirə. Gönlünüz isterse şərab. Süzün ve benimle kalın. Benimle kalmak istemeyenlere ise sadece kanalı çevirmeyi tövsiye ederdim. Bir de hemşe qeyd ettiğim kimi benim əzizlərim. Benim fikirlerim sizin fikirlerinizle üst üste düşmeyebilir. Bu belə de olmalıdır benim çepişlerim, kızılarım, dovşanlarım. Benim şirin şekerlerim. Benim əzizlərim. Yaxşı. Bəs benim dostum hardadır? Benim dostumu gören olmayıp ki. Hardadır benim dostum? Ben buradayım. Burada. Hoş gördük dostum. Hoş gördük. Yine beni axtarırsan. Dostum. Başka kimi axtara bilərəm ki? Əlbəttə ki səni. Bir balaca gözüme değmedikdə elə hayaşır qoparıram ki, ey cemaat, benim dostumu gören olmayıp ki. Yaxşı, ben buradayım. Dostum, sana diyeceklerim var. Eşidirəm səni. Benim əziz ve mehriban dostum. Bilirsən, bugün müharibələr gedir. Ve bizim de memleketimize hardasa sülh gerektir. Düzdür. Biz emin-amanlığımıza haradasa yaratmışıq. Bəli. Emin-amanlıq ve firavanlıq mevcuttur bizim memlekette. Bircə Ermənistanla qonşu diyarla sülhə imzalamaq məqamı. Bu anı gözləyirik. Bu da olar inşallah. Çünkü tüm qonşu diyarlar sanki qaynayır. Çünkü onları qaynadanlar var. Her biri haradasa bu baş verən müharibələrin sonluğunu gözləyir. Bak bu anda her şey inşallah yerine düşecek. Çünkü yine de tekrar ederim dostum. Bir memlekette çaxnaşma olarsa ve iki devlet savaş ederse bunun etraf ülkelere de təsiri olar. Mənfi təsiri ziyanlı tərəflərə, zərərli tərəflərə və zəhərli tərəflərə. Səbr edək. Səbr etmək gözəldir. Allah Teala səbr edənləri sevir. Gözləyək. Səbr edək. Biz səbirli millətik, xalqıq. Həmişə səbr etmişik. 30 ildən artıq biz səbr etmişik. Biraz da dözək. İnşallah her şey yoluna düşer. Dostum. Biraz çətin nəfəs alıram. Havam çatmır. Bilirsən dostum. Benim burada havam çatmır. Gəncədə isə hava balonu, yəni oksigen balonu partlayıb. Elə bu dəqiqə eşitdim. Maraqlıdır, elə deyilmi?
dostum. Bax, mənim bütün fikirlərim, düşüncələrim belədir. Adi, ağlımın ucundan keçən hər hansı bir fikir, düşüncə olarsa, ağlımın ucundan belə. Bilirsən, nə görürəm, dostum? Allahın göstərdiyi bir şeyləri, yəni məni matməətəl qoyur, təəccübləndirir. Daha sonra isə bir göz qırpımında möcüzələri ilə sevindirir. Mən Allahımın quluyam. Mən şükür edirəm ki, mənim bu cür müqəddəs müdrik Allahım var. Mən istəyərdim ki, tez bir zamanda tüm dünyada sür əmrəmanlıq, firavanlıq olsun. Nə olardı ki, bu tez bir zamanda baş verərdi? Trump'ın dediklərinin hər biri yalandır. Bütün ölkələrə bir-birinə qatır. Bəli. Bax, dostum, Avropa ölkələri sanki güya belə zənn edək ki, Amerikadan ayrıdır. Bu bir tamaşadır. Vacip olanda yenidən bağrına basacaq. Nə olardı ki, bu Avropa dövlətləri ağıllı olardılar. Fərq etməzdilər. Onsuz da Amerika onlara müflis edib. Özü də müflisdir, dostum, bilirsən. Hesaba gətirsək, başqa bir ölkələrlə, böyük nəhəng ölkələrlə, deyərdim ki, Amerikanın pulu qəpik quruşdur. Bəli, mən böyük dövlətlərin adını çəkmək istəmirəm. İstəmirəm ki, onlara ziyan gəlsin. Amma ondan qüvvətli, qüdrətli dövlətlər var, güclü dövlətlər. Hansı ki, pulu da çoxdur. Amerika bugün özü də müflisdir və Avropa ölkələrini də hələ ki oynadır. Daha sonra ticarətinə başlayacaq. Bugün silah sursatla, sabah isə qaz, işıq, su ilə, bəli, kommunikasiya xətləri ilə. O belə düşünüb daşınır. Bəli. Amma nə olardı ki, ağıllı olardı bu dövlətlər. Yaxşı olardı ki, ayrı olardılar. Onda hər kəs baxardı ki, Amerika NATO olmadan nəyə qadirdir? NATO ona hansı vəziyyətlərdə gərəkdir? Nədən Türkiyədə baş verən çaxnaşmalarda NATO yoxdur? Amma nə vaxtsa Amerikanın daxilində çaxnaşma olarsa, bu vaxt NATO gərəyinə gələ bilər. Bəli. Bu dəhşətdir. Bu ikili siyasətdir. Bu oyundur. Bu gün eşitdiklərimin hər biri cəfəngiyatdır. Bütün müharibə gedişatları, bütün oyunlar, mesajlar, hər biri cəfəngiyat, oyunlar. Bəli, kosmosdan, space'dən görüntülər. Əməlli başlı cizgi filmləri. Sanki bunların hər biri, hər bir məmləkətin yerin 7-ci qatında nəyin olub olmadığını da bilirlər. Bu belə deyil. Kimin yerinin altında nə var, nə yox, onu heç kim bilə bilmir. Bəli, sadəcə bu sır deyil.
Amma sirr olarsa, onu aşkar etmek için zaman gerektir. Mənim aləmimdə sir deyilən bir şey yoxdur. Hər biri gözlə görünən gizlilərdir. Amma götürək dövlətlər arasında kimsə hansısa bir məmləkətin dənizinin dibində nəyin olduğunu deyə bilməz. Bəli. Dənizin dərinliyi, daha sonra dənizaltı yollar, yerin altındakı yollar, kosmos. Demək, elə bir gəmi kəşf etmək lazımdır ki, həm quruda gedə bilsin, həm dənizləri fəth etsin, həm də ki, bu nəhəng gəmi səmada quş kimi pərvaz etsin. Dostum, bilirsən nəyə qeyd etmək istəyirəm? Bax, mən özüm də dəfələrlə Azərbaycan dilinin bizim tariximiz olduğunu qeyd etmişəm. Yəni bizim dilimiz bizim tariximizdir. Buna qeyd edənlər də var. Sosial şəbəkələrdə mövcuddur. Bəli. Bizim lüğətimizdə nə qədər əcnəbi sözlər mövcuddur. Amma dostum, tərcümanlar, dilçilər, ədiblər, yazarlar, şairlər, tüm qələm əhli deyərdim ki, Azərbaycan dilində danışmırlar. Onların danışdığı dil loru dilidir, ya da ki, qarğa dili. Hərdən erməni budaq cümlələrindən istifadə edirlər. Yaxşı, aydın məsələdir ki, mülki vətəndaş istədiyi dildə danışa bilər, əcnəbi dildə. Əks tərəfi kimdir? Bəlkəm ingilisdir, bəlkəm fars, bəlkəm ərəb, rus. Fərqi yoxdur. Hansı dildə danışsın. Yaxud qarğa dili, loru dili. Erməni budaq cümlələrindən istifadə edə bilər. O mülki vətəndaşdır. Amma sən, əgər o öz dilində sərbəst danışa bilmirsə, ünsiyyət vasitəsi hər hansı bir xarici dildirsə, loru, qarğa dilidirsə, əlbəttə ki, teleməkanlar və teleməkanlarda bardaş qurub, teleməkan yaradanlar və burada danışanların hər biri səlis danışmalıdır Azərbaycan dilində. Və təbliğ etməlidirlər bizim dilimizi. Nədən belə danışırlar? Dostum, diqqət et teleməkanlara, ötən illərə və bugünlərə. Bax gör, nə qədər qüsurlu danışıq. Bugün də gündəmə, bilirsən hansı sözü gətiriblər. Round sözünü dostum, bu biabırçılıqdır, ötən dəfə də dedim. Bax gör, nə qədər biabırçı danışırlar. Ümumiyyətlə, deyərdim ki, Azərbaycan dilində danışmırlar onlar. Bu nə dilidir? Mən anlaya bilmirəm dostum. Bəlkə sən baxasan. Round tərcüməsi mərhələ deməkdir. Period dönəm deməkdir. Məsələn, cümlə qururlar. Bu periodda filan round olacaq. Dostum, bu Azərbaycan dilidirmi? Mənim əziz və mehriban dostum. Mənim əzizlərim, gəlin öncə yad ellərin, özgə diyarların, qonşu diyarların, bizim məmləkətimizin, dövlətimizin, millətimizin, suverenliyimizin adına
ünvanına səsləndirilən fikir və düşüncələri və mesajları bir anlıq kənarlaşdıraq. Sadəcə diqqət edək öz məmləkətimizin telemekanlarına və sosial şəbəkələrinə. Burada nədən danışılır? Mövzu nədir? Deyək ki, el-elvan, rengarenk mövzulardır. Düşünək, daşınaq. Bu belədirmi? Baxın mənim əzizlərim, Allah Teala bu dünyanı nə qədər gözəl və canlı yaradıb, geniş yaradıb. Bu dünya nəhəngdir. Bəli. Bu dünyada o qədər müəmmalı, möcüzəli məkanlar var. İnsan ayağı değməyən məkanlar. Sirri aşkar olmayan müəmmalı, möcüzəli məkanlar. Bəli. Bu dünyanı Allah Teala geniş yaradıb. Ondan ötürü ki, bəndəsi rahat nəfəs ala bilsin. Bu dünyanı Allah Teala canlı yaradıb. Bəli. Baxın görün, nə qədər renklər var bu dünyada. Rəssamın palitrasında olduğu kimi ələlvanlıq, rengarenklik. Bəli, Allah Teala fəsilləri belə renkli yaradıb. Qeйтələri renkli və canlı. Səma, dəniz, torpaq, dağlar, daşlar, meşələr. Hər biri canlıdır. Canlı aləmlər, canlı təbiət və canlı fəsillər. Nə qədər bu dünyada gözəlliklər var. Bu dünyada mövcud olan məmləkətlər və bu məmləkətlərin əraziləri. Bəli, bu ərazilərdə baş verənlər, olaylar, hadisələr, mənzərələr, aşkar olunmuş sirli məkanlar, sirlər, gözlə görünən gizlilər, müəmmalar, möcüzələr, daha nələr nələr. Bizim məmləkətimizdə də bu belədir. Bizim Bakıda, bütün şəhərlərimizdə, rayonlarımızda, kəndlərimizdə, qəsəbələrimizdə nə qədər gözəlliklər var. Nə qədər bizim məmləkətimiz füsunkar və gözəldir. Bizim dənizimiz var. Bizim dağlarımız, çaylarımız, nə qədər gözəl məkanlarımız var. Nə qədər mövzular var və nə qədər qədir bilməzlər var. Nədən yazırlar? Bu cür ələlvan, rengarenkdir yazıları və danışdıkları mövzu. Nədir onların mövzusu? Bəli. Bugün mövzu nədir? Nədən yazırlar? Nədən danışırlar? Bugünkü blogerlər, müxbirlər, aparıcılar, jurnalistlər, şairlər, yazarlar, ədiblər, tüm qələm əhli. Peşəsindən, sənətindən, məzhəbindən asılı olmayan hər kəs 7-dən 77-yə yazır və danışır. Nədən? Siyasətdən. Bəli, dövlət arası siyasətdən danışıram mənim əzizlərim. Bəli, ümumiyyətlə
Bütün sənət və peşənin öz siyasəti var. Hər bir işin, hər bir yolun siyasəti mövcuddur. Bu aydın məsələdir. Amma dövlətlər arasında olan siyasət. Bax, buna baş vurmaq çox çətindir. Bu barədə mən dəfələrlə danışmışam. Çünki bu ehtiyatlı mövzudur. Siyasət zərərli ola bilər, ziyanlı ola bilər və zəhərli ola bilər. Zərdabı da tapılmaz. Nədən yazırsınız, nədən danışırsınız? Mənim əzizlərim, gəlin yad ellərin və uzaq diyarların mesajlarını, fikir və düşüncələrini kənarlaşdıraq. Bu aydın məsələdir ki, bir məmləkət digər məmləkətə hər hansı bir mesajını yönəldə bilər, çatdıra bilər. Xeyir, yaşayır. Bəli. Gəlin qonşu diyardan danışaq. RF, Rusiya Federasiyası. Mənim əzizlərim, yəqin ki, Rusiyanın Xarici İşlər Nazirliyinin nazirini yaxşı tanıyırsınız, Lavrovu. Aylar öncə onun bir çıxışı vardı. Yəni ki, bunu hər kəs bilir. Mən bu mövzu haqqında danışmaq istəmirəm. Sadəcə sizin ixtiyarınıza buraxacağım. Lavrov və Lavrovun Azərbaycan və Ermənistan arasında baş verənlərdən danışması. Mesajı belə götürək. Lavrovun mesajı aylar öncə və bu günlərdə Medinskinin mesajı. Yəni onların hər ikisinin müsahibəsi olub. Elə deyilmi mənim əzizlərim? Russia Today və onun təsisçisi Margarita Simonyan. Gəlin Margonu kənarlaşdıraq. Ümumiyyətlə, hər hansı bir dövlətlərarası mesaj olduqda buna nə lazımdır? Dərin düşüncə. Düşünüb daşınmadan danışmaq olmaz. Fikir söyləmək olmaz. Və mesajı da cavablandırmaq olmaz. Olmaz ki, olmaz. Gəlin riyazi üsulla bunun cavabını alaq. Deyirsiniz ki, nədən? Riyaziyyat. Əlbəttə ki, burada riyaziyyat olmalıdır. Yeri var. Ümumiyyətlə, hər bir fikir, düşüncə özü bir riyaziyyatdır. Misal və məsələlərdir mənim əzizlərim. Gəlin belə qeyd edək. Lavrov və onun fikri. Medinski və onun fikri. Yəqin ki, bilirsiniz, o tarixşünasdır. Gəlin Lavrov və Medinski deyək. Və onların fikirləri. Lavrovun fikirləri üstə gələk Medinskinin fikirlərinə bərabərdir. Hələ ki, sual işarəsi qoyaq. Gəlin cavabını düşünüb daşınaq. Lavrovun fikirlərinin üstünə gələk Medinskinin fikirlərini bərabər qoydum. İndi yoxsa mənim əzizlərim, cavabı nə ola bilər? Mən belə düşünüb daşınıram ki, cavabı çox dərin və mənalıdır. Dərin məna kəsb edir. Amma nə ziyanlıdır, nə zərərlidir, nə də ki, zəhərlidir. Aydındırmı mən nə demək istəyirəm mənim əzizlərim? Çox dərin məna kəsb edir. Bu iki fikirli bəndənin düşüncələri. Bəli. Yəni, nəyi düşünüb daşınıblar? Bu cür fikir söyləyiblər.
eləcə də siz düşünüb daşınmalısınız ki, nədən belə? Nədən riyazi üsul? Və cavabı? Cavabı çox dərindir. Çox dərin. Yazın, mənim əzizlərim. Yazın. Bir də ki, siyasətdən danışmayın. Siyasətdən qoy siyasətçilər danışsın. Bəli, siyasəti araşdırmaq sizlik deyil. Putin. Deyirlər ki, Putin Qazaxstana hücuma keçəcək. Fransaya, Polşaya, Almaniyaya, daha aralara, mənim əzizlərim. Putinə savaş gərək deyil. O savaşı torpaqların ilə yarısını qamarladığı halda da geri çəkilə bilərdi. Yəni xətt hansı zaman çəkilərdi, o vaxtda dayanardı. Xəttin uzanmasının səbəbkarı Amerikadır. Bu aydın məsələdir. Burada Ukrayna-Rusiya savaşı getmir. Mən əzəldən bunu qeyd etmişəm. Amerika və Rusiya savaşıdır. Və bugünkü baş verənlər. Bəli, əvvəlcə qoyun qeyd edim. Putin dəfələrlə qeyd edib ki, mən tolerantam. Mənim dövlətim də tolerantdır. O bunu deyir. Və altından da imza atır. Yəni ki, mən tolerantam. Hətta onun belə bir mesajları var. Mən çeçenəm, mən inguşam, mən abxazam, mən tataram və sarvil axır. Yəni, daxildə olan millətlərin hər birinin adını sadalayır. Daxildə olan millətlər haqqında nə deyib? Deyib ki, mənə kənar savaş lazım deyil. Ona görə ki, mənim daxilimdə olan savaşı saxlamağa mənim gücüm yetməz. Aydındırmı mənim əzizlərim, mən nə demək istəyirəm? Arxiv var. Elə sosial şəbəkələri götürün. Telemekanlara, valı çevirin. Baxın görün Putin nələr danışıb. Bugünkü söz-söhbətlərin hər biri şayə və cəfəngiyatdır. Mən sizə hər zaman həqiqətləri nağıl edirəm mənim əzizlərim. Yəni danışıram. Bu belədir. Belə bir məsəl var. Suda boğulan saman çöpündən yapışar. Bugün suda boğulan kimdir? Əlbəttə ki, Zelenski. Zelenskiyə nə lazımdır? Aranı qarışdırmaq. Demək ki, Qazaxstan sənin torpağını işğal etmək istəyir Rusiya. Ey Tacikistan, ey Türkmenistan, ey Azərbaycan, Ermənistan, filan bəhmən. Amma mən xırdalamadım Lavrovla Medinski nə demək istəyirlər. Yozun mənim əzizlərim, bunların hər birinə diqqət edin və yozun danışığınıza diqqət edin. Sizin düşündüyünüz kimi deyil axı. Mən hər zaman demişəm ki, yıxılana balta vurmazlar. Bəli, bugün Rusiyanın daxilində satqın və kəşfiyyatçılar mövcuddur. Onlar bu məkanda, məmləkətdə çaxnaşma salmaq istəyirlər. Bəli, eyni ilə bugün Amerikada baş verin hadisələr, olaylar sanki Rusiyada baş verməlidir. Amma görürsünüzmü? Amerikada baş verdi. Yadelilər var. Rusiyanın daxilində kəşfiyyatçılar. Qaldı ki, siz əhsən, yəni ki, bəhbəhlə alqışladığınız, yəni ki, Rusiyanın daxilində baş verənlər. Yəni ki, nəyə alqışlayırsınız ki? Terror aktını. Bu terror aktıdır. Rusiyada baş verənlər. Bəli. Bir-iki raket buraxılır, amma daxildə baş verənlər var. Daxildə satqınlar var.
kəşfiyyatçılar var. Yəni yad ellilər və bundan istifadə edən daxildə olan bəzi bəndələr. Çünki Rusiya Federasiyasında nəsə polislər yaxşı işləmirlər. Onlar imkan verməməlidirlər ki, daxildə olan, yəni ki, millətlər arasında çaxnaşma getsin. Bəli, nəzarət yoxdur. Bəli, hər addım başı Rusiyada polislər olmalıdır. Bu isə belə deyil. Nədən bazarlarda, yəni mollarda, bəzi ticarət mərkəzlərində xoşagəlməz hadisələr baş verir. Çünki nəzarət yoxdur. Nəzarət olmalıdır. Mən Putinin əvəzinə olsaydım, yəni ki, yüngül polislərlə bir, yəni ki, fövqəladə vəziyyət kimi bir şərait yaradardım. Sanki belə bir vəziyyət müharibə bitənə kimi. Və polislər olmalıdır hər bir ərazidə. Çünki təxribatlar daxildədir. Adını qoyurlar ki, raket buraxdılar. Bu raket deyil. Yadınıza gəlirsə, mən xırda bir silah-sursatdan danışmışdım. Və eynəkdən. Mənim əzizlərəm, 120 kilometr, 150 kilometrdən yox, çox yaxın məsafə. 150 və 120 metr məsafədən eynəklə baxırsan, hər yeri görürsən, sanki elə oradasan. Qarşında divar olsa belə, divarın arxasını görürsən. Bəli, danışmışdım mı? Danışmışdım. Baxın, mən gözə görünməz təyyarələrdən danışmışdım mı? Danışmışdım. Amma siz bu haqda bugün eşidirsiniz. Mən yalan danışmıram. Amma gizlilərdən necə xəbər tuturam? Bunu bircə Allah bilir. Mən heç bir telekanallara baxmıram mənim əzizlərim. Ancaq öz telekanallarımızı dinləyirəm. O da ki, televizorum mənim xarabdır. Ancaq səsinə qulaq asıram yerli məkanlara. Yenə xarici kanallar yoxdur məndə. Telefonumda bir dənədir. Yəni ki, əlimdə tutduğum və heç nə yoxdur. İstər, yəni ki, necə deyirlər, tətbiq yükləsinlər. Beni dinləmək üçün hara baxıram səhifələrə, yenə də danışacağım. Aydındırmı mən nə demək istəyirəm? Mən bu barədə danışmışam. Təsəvvür edin, 4 divar arasında. Qapı pəncərə bağlı. Amma mən danışıram. Mən Allah eşqinə danışıram. Mənim gördüklərimi siz görə bilməzsiniz. Kim harada nə icad edir? Nə etmək istəyir? Nədən mən deyirəm ki, məsələn, təsəvvür edirəm ki, Putin məni dinləyir. Yaxud da ki, elə Elon Musk. Elon Musk dedim, Trump yadıma düşdü. Trump barədə danışarıq. Axı, mən eynəkdən danışırdım. Baxın, mənim əzizlərim, vəda edən budur. Mən düşünüb daşınmadan birbaşa danışıram. Hər gün bunu edə bilmərəm mənim əzizlərəm. Bilirsinizmi? Elə məqam olur ki, təsəvvür edin. Hər hansı bir fikrimi çatdırmaq istəyirəm. Hər hansı bir hadisə baş verib. Yaxud olay, bir mənzərə görürəm. Yaxud da ki, elə zəlzələ haqqında həmən məqam danışmaq istəyirəm ki, bugün tutaq ki, zəlzələ olacaq. Amma bunu deyə bilmirəm. Çünki mən Allah eşqinə danışıram.
Bəli. Amma zəlzələni necə hiss edirəm? Bunu deyə bilmərəm. Sadəcə heyvani instinkt. Bu barədə danışmışam. Yəni Zelenskinin əməliyyat hesab olunmur. Yəni sizin dediyiniz pautina, hörümçək toru. Bu hörümçək toru deyil. Bu terror aktıdır. Heç kim tora düşməyib. Bir də ki, ağlınız gedməsən space, kosmosdan olan görüntülərə. Ağlınız gedməsən o görüntülərə. Elə vaxt sizə cizgi filmləri də göstərirlər. Bəli. Bugün Zelenski boğulur. Baxın görün nə deyir. Ukraynanı mənim əlimdən almaq istəyir. Yerlə yeksan etmək istəyir Rusiya. Rusiya dayanır. Elə bugün dayanır. Dayandıran yoxdur axı. Baxın, Amerikada nə baş verir? Trump müharibələri saxlaya bilmir. İranla sevdələşmək istəyir. Əgər bir dövlət başçısı bütün məmləkətlərin haradasa idarəçisi hesab olunan Trump bugün müharibələri saxlaya bilmir. Amma sevdələşmək istəyir İranla. Müharibələri saxlaya bilməyən bir dövlət başçısı hansı sevdələşməyə gedə bilər? İran ağıllıdır. Səfeh deyil ki, səninlə sövdələşsin. Bugün Rusiyanı sakit edə bilirsənmi Ukraynanı, İsraili, Fələstini? Bax, gəmiləri necə dəniz quldurları kimi saxlayırlar. Nə etmisən? İranla nə işin var? Heç kim də cürət edib İranı partlada bilməz. Heç kimin ixtiyarında deyil ki, heç bir dövlət başqa bir dövləti partlatsın. Bu belə olarsa, onda bütün dünyada olan məmləkətlər bir-birlərini partladar. Belə mi olur dövlət başçısı? Mənim əzizlərəm, sizə demədiyim bir şey var. Trump'ın bir gündə müharibələri saxlayacağım dediyi mesaj onun mesajı deyil. O mesaj Mr. X'in mesajıdır. Bilin və agah olun. Amma Mr. X kimdir? Onu deməyəcəm. Deyə də bilmərəm. Bəli. O müdrikdir. O həqiqətən də buna gedəcək. Gedə bilər. Əhsən olsun kayotlara. Deməmişdimmi mənim əzizlərim? Görürsünüzmü? Mən həqiqətləri söyləyirəm. İstər aylar öncə söylədiklərim olsa, bilin ki, demək ki, bugün üçün danışmışam. Sadəcə məni dinləyənlər yoxdur. Məni dinləyən bircə dostumdur. Mən ümumi şəkildə danışmağım ondan ibarətdir ki, bəlkə nə vaxtsa bir başqaları da məni dinlədi. Məni dinləyən yoxdur. Bəli. Amma qanunu uğurlayanlar, qanunla uğurlayanlar və qanuni uğurlar mövcuddur. Uğurlardan danışdım, qanundan. Baxın, məmləkətimizdə deməli Ayna və Nəqliyyat Nazirliyi, Yol Nəqliyyat Nazirliyi onların ikisinin arasında olan bəndənin sıxılması
nefes ala bilməməsi. Neden bu belədir? Olmaz mı bir kurum, bir nazirlik mövcud olsun? Axı onların ister agentlik olsun, ister nazirlik birbirlerine mane olurlar. Ve bu sebepten de burada eziyet çeken bendedir. Bəli, bizim yol polislerimiz var. Bəli, yol polisleri ve agentlik ve yol nəqliyyat nazirliği ya idaresi, kurumu, teşkilatı fərqi yoxdur. Onların her biri birbirine karışıp. Az qalır ki yolda xalça, naxış çəksinlər. Belə mi olmalıdır yollar? Yollar bərbad gündədir, bu aydın məsələdir. Bir tərəfdən də bəndələrin arabalarda sıxılması və bu qurumların arasında sıxılması. Olmaz mı? Ayna ümumiyyətlə olmasın. Bu işi icra edenler elə bir nazirliğin tabeliyində olsun. Yəni nazirliğin daxilində. Bəli, İqtisadiyyat Nazirliyi nə iş görür? Bəlkə bizə heç İqtisadiyyat Nazirliyi də lazım deyil. Polisler, yol polisleri yolda işlerini görürlər. Düzdür, naşılar da var. Her bir sahədə bu var. Amma onlar öz işlerini görürlər. Bəs bu ayna onlara mane olur. Bilirsinizmi, çox biabırçı vəziyyətdir. Her gün bir agentlik, bir idarəçilik. Sanki her bir idarə bir xanlıqdır. Ne istəyirəm onu da edəcəm. İqtisadiyyat Nazirliyi. Nədir o nazirlik? Baxın iqtisadiyyatımıza. Məhər bizə bircə Maliyyə Nazirliyi və Hesablama Palatası kifayət etmirmi? İqtisadiyyat Nazirliyi bunları icra edə bilmir. İqtisadiyyatımız hansı vəziyyətdədir? Bax elə, bu İqtisadiyyat Nazirliyini də yox etmək lazımdır. Maliyyə Nazirliyinin nəzdində, daxildə bəzi bir, yəni ki, formalaşma ola bilər. Daxildə. Bəli, Maliyyə Nazirliyi və Hesablama Palatası. Bütün qurum təşkilatlar Hesablama Palatasına nə etməlidir? İşini göstərməlidir. Hesabını, kitabını. O da hesablamalıdır. Niyə səliqə səhman yoxdur məmləkətdə? Nə qədər öz başına nazirliklər var, işini bacarmayanlar. Əsas fövqəladə hallar, hüquq mühafizə orqanları və təcili yardım. Bu aydın məsələdir, yəni Səhiyyə Nazirliyi. 3 qurum var. İndi gəlin Səhiyyə Nazirliyinə. Burada təbib və Səhiyyə Nazirliyi. Nəyə gərəkdir təbib? Qoy ilə təbibdə mövcud olan hər hansı bir formalaşma daxildə olsun. Səhiyyə Nazirliyinin daxilində. Onlar nə qədər çoxalarsa, bir o qədər məmləkətimiz köndələn qalar. Bir-birlərinə mane olurlar. Necə ki, köndələn tikilən binalar kimi. Bəli. Belə olmamalıdır axı. Hər bir sahədə naşılar var. Kənd təsərrüfatı və aqrar. Onların da hər biri, yəni ki, necə deyərlər, bir-biri ilə vuruşurlar. Sadəcə qurumlar, təşkilatlar, nazirliklər arasında müharibə gedir. Bir-birlərinə mane olurlar. Bu göz qabağındadır. Hər şey göz qabağındadır.
Baxın görün yollar, sanki xalça çəkiblər, naxışlayıblar. Nə gözəl ornamentlərdir, naxışlardır, əməlli başlı əsərdir. Yol yox. Belə mi olmalıdır? Ayna qatıb qarışdırıb aləmi. Ona görə mənə elə gəlir ki, olmamalıdır. Bir yolu cızıqlamaq üçün bir agentlik nəyə gərəkdir? Park etmək, filan bəhmən, bu işlərdən pul toplamaq. Məyər bir yol polisi azlıq mı edirdi? Nəyə lazımdır ayna? Bizim yol polisimiz var, yol nəqliyyat nazirliyimiz var. Ayna da yeni peyda oldu. Bir maniyə kimi. Bir tərəfdə yükü çəkirlər, deyirlər tutaq ki, 1 tondur. O deyir ki, 1 tondan əskidir, artıqdır. Artıq deyər, əski deməz. Artıq deyər ki, ciblərini doldursun. Bax, belədir, mənim əzizlərim. Bu belə olmamalıdır. Bəli, kənd təsərrüfatı və aqrar sənaye. Onlar da cəmləşmə, yəni ki, necə deyərlər, gibrit ya da ki, calaq olunmalıdır. Bəli, lazım deyil heyvanları və ağacları calaq etmək, nazirlikləri calaq etmək lazımdır ki, nazirliklər və ümumiyyətlə qurum təşkilatlar artmasın. Odur ki, bəndələr ağlayır. Bir ev tikir, 100 biri gəlib pul istəyir. Bəli, özbaşınalıq gedir. Baxın görün, binalar tikirlər, yetim qalır. Binalar yetim qalır. Tikib çıxır aradan. İndi bəndə yaşa. Ya qaz olmayacaq, ya suya, ya istiliyə, ya da ki, işığı. Bu özbaşınalıqdır. Tikinti idarələri bir evi 5-nə satır. Ümumiyyətlə, mən hər zaman demişəm, hətta ayrıca videomda var. Bir idarə olmalıdır. Mövcud idarə. Nəzarət idarəsi. Bəlkə ana qoyaq adına Azərbaycan Nəzarət Agentliyi. Bütün qurum və təşkilatlara nəzarət etsin. Bəli, nəzarət etsin. Görsün ki, bir qurum lazımsızdır, qapatsın. Nəyə lazımdır? Hər biri bir-birinə maneçilik edir. Məsələn, götürək fövqəladə halları. Fövqəladə hallar lazımlı bir nazirlikdir. Elə deyilmi? Və yanğın söndürmə bölmələri, idarələri. Lazımdırmı? Lazımdır. Hər bir ərazidə lazımdırmı? Lazımdır. Polis lazımdırmı? Əlbəttə ki, hər bir ərazidə. Olmalıdırmı? Olmalıdır. Və təcili yardım stansiyaları lazımdırmı? Lazımdır. Çox olmağının ziyanı yoxdurmu? Yox, xeyri var. Elə deyilmi mənim əzizlərim? Bəs bu yöndəmsiz tikirlər və üzərində yazılmış qurum təşkilatlar, nazirliklər nəyə gərəkdir? Onların hər biri calaq olunmalıdır ya da ki, gibrit. 3 nazirlik. Baxırsan ki, hər birinin işi eynidir. Nədən bir olmasın? Yaxud iki. Eynilə bir işi icra etmək üzrədir. Yəni ki,
Onlar birləşə bilərlər, calaq ola bilərlər ya da hibrid. Nədən belə olmasın? Bəli. Baxın mənim əzizlərəm, Trump nələr edir? Trump deyək, mənim əzizlərəm, sadəcə fiqurdur. Onu idarən var. Bəli, idarə edən. Qulaqcıq məsələsi. Bəli. Deyirdim ki, çox pisdir vəziyyəti Amerikanın. Bəli. Rusiyanı daxildən parçalamaq istəyənlər var, mövcuddur. Ara vurmaq istəyirlər. Bu, Ukraynanın arzusudur. Rusiyanın daxilində yad ellər var. Ehtiyatlı olsun. Və mən tez-tez yer kökündən də danışmışam. Ağacın kökündən də, bəndənin də kökündən. İndi yoz Putin, yoz. Kimdir? O, əcnəbi. Sənin məmləkətini bu cür qarışdırır. Hətta o, Hindistan və Pakistanı da qarışdırmışdı. Türkiyəyə də əli çatırdı. Ümumiyyətlə, Qafqaza da. Ona görə ehtiyatlı ol. Sənsə İran qorxma. Sözünü de. Bugün heç yeri yoxdur sən sövdələşməyə gedəsən. Çünki müharibələri saxlaya bilməyən bir dövlət başçısıyla hansı sövdələşmə ola bilər? Yəqin ki, sənin dövlətini qarışdırmaq üçün bir fənd olar. Heç kimdən qorxma. Səni bombardman edənin özünü bombardman edə bilərsən. Bu da olar. Cavab. Çünki Trump belə istəyir. Deyir ki, hər bir millət başqa bir milləti döyüb söyə bilər, təhqir edə bilər. Necə ki, o məmləkətində immigrantlara qarşı mübarizəni gülləboranla edir. Bəli, zəncirliyib ayaqlarından, qollarından təyyarəyə mindirir və başqa bir diyarlara yola salır. Bundan danışım. Bəlkə elə bir uçaq ziyan götürdü. Heç olmasa əllərini, qollarını bağlama. Bəlkə qurtuldular, ölmədilər. Bu biabırçılıqdır. Baxın, ötən dəfə bizdə məhkum olunmuş terrorçulardan danışdım. Baxın, agah olun, yenidən təkrar edirəm. Nə qədər bu məhkəmə prosedurlarını deyək. Proses yox, prosedur. Siz haradasa onları çimizdirirsiniz, pak edirsiniz. Terrorçudur. Baxın, immigrantla necə davranırlar. Kim bizə nə deyə bilər ki? Həbs edin onları. Necə olur ki, bir küçədən kimisə gətirib həbs edirik, amma bizim millətin qanını yerə tökənləri biz neçə aylardır ki dinləyirik. Nədən? Kimə sübut edirik? Bizim sübutlarımız, dəlillərimiz var, əlimizdədir. Şahidlərimiz var. Videolentlər var, kameralar var, çəkilişlər var. Hər bir yerində. Damğalayın, atın zindana. Mən bunu dəfələrlə demişəm. Bağışlayın mənim əslərim, dilim topuq vurar. Çünki biraz da narahatam mənim əslərəm. Havam çatmır. Nəfəsim daralır. Vallahi billahi heç danışmaq istəmirdim. Sadəcə bu belə alındı. Və elə bu səbəbdən də danışıram.
Aydındırmı mən nə demək istəyirəm, ey hakim? Bax gör dünyada nələr baş verir. İmigrantlarla necə davranırlar? Həbs etdikləri adamları gülləliyirlər, asırlar, kəsirlər. Sənsə serial çəkirsən. Mən bu barədə danışmışam. Bir də ki, maraqlanan, yəqin ki, buna təhlükəsizlik xidməti bilər. Bizim özgə diyarlarda, başqa bir ölkələrdə məhbusumuz varmı? Bax, əgər bizdə sərhədi keçən bir terrorçu olarsa, terrorçu, yazıq məndə yox, əcnəbi bir yazıq fəqir də ola bilər. Çünki bugünkü vəziyyətdə hər kəs sərhədləri aşır. Bəli, canını qurtarmaq üçün, çörək pulu qazanmaq üçün. Amma cani cinayətkar olarsa, onu həbs edirsinizsə, bizim hansısa bir məmləkətdə bəlkə də günahsız yatan məhbusla dəyişdirin. Bilirsinizmi, mənim əzizlərim, Allah Teala, əgər bu Amerika bu dünyada qarma-qarışıqlığı saxlamasa, onun bütün gizlində olduğu silah sursatlara yerli yeksan olacaq, qeyb olacaq ya da ki darmadağın, dənizin altında gizlətdiyi bir şeylər, gizləri, məxfiləri aşkar olacaq, bütün dünya biləcək. Və əlbəttə ki, hesab dəftər kitabı bağlanacaq. Bəli, mən Mr. X-dən danışmıram, amma İlona bir söz demək istəyərdim. Ey İlon, eşidirsənmi, ey İlon? Sənin əlində çoxlu pul var. Sən bütövlükdə Amerikanı ovcunda saxlaya bilərsən. Bəli, bunu sən edə bilərsən. Sən çalış. Sən ağıllı və müdriksən. Ələ al Amerikanı və Mr. X-lə iş gör. Müharibələri saxla. Bəbələrin qanı tökülməsin. Baxın, belə idarəçi mi olar? Bütün dünyanı bir-birinə qatıb. Allah Teala qəzəblənib. Bəli. Sağ olsun kayotlar. Kaş ki bütün ştatlara bugün bax ayağa qalxardı. Elon, sən bunu edə bilərsən. Bəli, ştatların hər birini qaldır. De ki, bizə səfi dövlət başçısı gərək deyil. Bizə ağıllı və müdrik gərəkdir. O da Mr. X-dir. Bunu sən yaxşı bilirsən və sən onu çox gözəl tanıyırsan. Sanki qəlbindədir. Bəşər Əsədin yoldaşı bugünkü baş verənlərə sanki tamaşa kimi baxır və gülümsəyir. Gülümsəyir. Mən bilirəm, nə var, nə yox bu dünyada. Mənim əzizlərim. Və bu dünyada baş verənlər çətin bir vəziyyətdir.
Və yenə də təkrar edirəm. Lavrov və Medinskinin mesajlarını üstələyin, bir-birinin üstünə gəlin. Yəni toplayın. Sanki bir müətin əmələ gələcək. Və yazın. Onların da bizdən istəyi var. Bilirsinizmi? Belə vaxt ola bilər ki, tərəzi qoysunlar qarşımıza. Bəli, bir məsəl çəkim. Bolşeviklər və menşeviklər. Yadınıza gəlirsə, mən NATO'dan da danışmışdım. Görürsinüzmü mənim əzizlərim? Bugün o da gündəmdədir. Nə? Один за всех и все за одного. Hamı bir nəfər üçün, bir nəfər hamı üçün. Demişdimmi? Demişdim. Bugün görürsünüzmü? Gündəmdədir. Amma ki qaldı ki Rusiyanın digər ölkələrə hücumu. Bu yalandır. Bəli. Qaldı ki daxildə nələrsə etsin. Bəli. O güclü siyasətçidir. Putin güclü siyasətçidir. Estoniyada, Latviyada, Litvada və digər Ruslar yaşayan bölgələrdə hər hansı bir siyasətini yürüdə bilər, nəsə edə bilər. Amma müharibə yox. Heç zaman müharibəyə getməz. Çünki Rusiyanın dövləti çox böyükdür, nəhəngdir. Qaldı ki, biz tərəfdən Rusiyaya ediləcək kömək. Sadəcə bizdən dəstək istəyir. Əgər qalib olarsa, yəni ki, bu savaşda məğlub olan tərəf yerlə yeksan olarsa, əlbəttə ki, biz qalib tərəfə nə etməliyik? Təbrik göndərməliyik. Bəli, bu belədir. Bizim heç kimə borcumuz yoxdur. Sayanın quluyam, saymayanın ağası. Sən mənə, mən sənə. Lavrov və Medinski, tərəzi və Ukrayna-Rusiya savaşı. Burada olan, yəni ki, tərəflər haqqında bir qeyd. Aydındırmı mən nə demək istəyirəm mənim əzizlərim? Əgər bir dövlət sənə dəstəkdirsə, sənin yanındadırsa və səndən nə isə diləyirsə, istəyirsə, əlbəttə ki, hər bir şeyi yollu yataqlı məcraya gətirmək olar. Bəli, bir dövlət ola bilər, tanınmasın. Amma sən o dövləti tanıya bilərsən. Kimsə sənə müsbət, mənfi kimi baxa bilər. Amma əgər sən bir dövlətsənsə, dövlətinin mənafeyini güdürsənsə, millətinə bundan xeyir varsa, ziyan gəlmirsə, əlbəttə ki, belə bir vəziyyətdən tərəfkeşliklə çıxmaq olar. Yenə bax belə. O qədər belə dövlətlər var. Bəli, mən o dəfə nə dedim? Baxın, inqilabçı kimi düşüb ortalığa, amma yaxınına gətirdiklərini həbsə atdırır. Sanki bir tələdir. Bu biabırçılıqdır. Bu da məlum məsələdir ki, o da toxunulmaz bir şəxsiyyətdir. Mən bunları bilirəm, açıb ağartmıram. Və kimlə danışdığımı da yaxşı bilirsiniz ki, o kimdir? Barbar qırışqırır, danışır. Tüm milləti də, dövləti də, hər kəsi yerlə yeksən edir, amma div kimi durub. Amma ətrafındakilər həbsə
atdırılır. Amma o qalıb. Güya ki o da həbsdədir. Amma ev dustağıdır. Amma yaxşı pul qazanır. Demək olar ki, yaxşı pullar qazanır. Nəyə görə? Əlbəttə ki, özü bir tələdir. Tələ obrazına görə. Bax, bu pulları qazanır. Tələyə qoyulası pendiri isə bu bəndələrdir, həbsə düşənlər. Həbs dedim, bax elə Daxili İşlər Nazirliyini götürək, hüquq mühafizə orqanlarını, prokurorluq və digər Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi, Sərhəd Xidməti. Bilmirəm, bizim məmləkətimizdə detektivlər mövcuddurmu? Detektiv. Məsələn, belə bir qurumda təşkilat yaxud idarə ya bir nazirlik təşkil edirik. Detektivlər çalışırlar. Maneçilik yaratmayacaqmı? Onların hər birinə. Təsəvvür edin, mən detektivəm. Bir işi tamamilə bağlayıblar. Xitam verilib. Bu cinayət işi ola bilər, qəza ola bilər, hər bir iş ola bilər. Amma mən nə edirəm? Oluram qan çanağı. Araşdırıram, para vururam. Bu qurum təşkilatlar arasında qan tökürəm. Bəli, hər hansı bir cinayətin üstü açılır. Bəli, burada nə olur? Gizlilər, sirlər, müəmmalar və nəhayət möcüzə olur. Əsl cinayət və cinayətkar üzə çıxır. Cinayət necə baş verib? Və cinayətkar kimdir? Əlbəttə ki, bu bir zarafatdır. İnciməyin məndən. Adlarını sadaladığım qurum və təşkilatlar. Sizin hər biriniz vaciblik sahəsiniz və sizin ali məktəbləriniz vaciblidir. Çünki gələcəyin kişiləri bax elə sizin strukturla işləmək üçün hazırlanır. Bəli, əsl kişilər sərhəddi qorumaq üçün. Bəli, Dövlət Təhlükəsizlik Nazirliyi, Sərhəd Xidməti, hüquq mühafizə orqanları, prokurorluq, hər biri vacibdir. Onlara Ədliyyə Nazirliyi, onlar vacib orqanlardır. Yəni ki, onlar olmasa, bu məmləkətdə özbaşınalıq daha da sürətlə artar. Bəli. Ona görə dedim ki, bəzi vacib olmayan qurum təşkilatları, nazirlikləri nə etmək lazımdır? Ya ləğv etmək, ya da ki, eyni funksiyana, yəni ki, eyni işi icra edənlər varsa, yəni ki, qoşa bir qurum, ayrı-ayrı adlarda, amma eyni bir işi, eyni funksiyanı yerinə yetirirlər. Bax, o zaman nə etmək lazımdır? Ya calıq, ya da ki, kibrit. Belə olsa həyalı olar. Ağlayanlar da az olar. Çünki təsəvvür edin, biri araba ilə gedir. Bu yollarda necə gedir? Bunu bir Allah bilir. Arabasını haradasa saxlamaq istəyir. Saxlaya bilmir. Arabası da uçan arabalardan deyil axı. Yəni Tiafax deyil. Gibritli uçan araba. Olsaydı yenə
bu yola sərilmiş xalçaların üstündən ötüb keçərdi, rahat gedərdi. Ona görə də bizə Ayna, yəni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi belə səslənir, elə deyilmi? Bir yeri rəngləmək üçün, pul yığmaq üçün böyük bir agentlik lazımdırmı? Mənim zənnimcə yox. Elə hər hansı bir, yəni ki, başqa bir mənzilliyin nəzdində ola bilər, daxilində hər hansı bir funksiyonu yerinə yetirmək üçün. Məsələn, yol nəqliyyat idarəsi, bax elə orada. Amma böyük bir agentlik və onların arasında gedən müharibə. Ümumiyyətlə, bu müharibələr böyükdür. Bütün nazirliklər arasında müharibə gedir. Kimin binası daha yekədir, daha gözəldir. Şəhərin hansı tərəfində yerləşir? Gözə görünürmü? Hamı görünmür mənim binama. Bircə o qalıb ki, gözəl libas da giyindirsinlər binalara. Baxın görün necə tikilib binalar. Düzdür, bizim şəhərimiz gözəldir, füsunkardır. Amma bəzi memarlı baxımından sıfıra bərabərdir. Məsələn, mən sahil, yəni əvvəl Bakı Soveti sayılırdı. Bax, o tərəflərdə metronu Şahsarayına bənzətmək olardı. Amma milyardlar xərclənmiş bir metronun görüntüsünə baxanda adam deyir ki, yəqin ki buna 1 milyon, yəqin ki xərc qoyulub. 1 milyon. Milyard yox. Amma milyon da yeyilib və qəpik quruşa nəsə düzəldiblər. Belə fikirləşək. Mən, yəni ki, tam fərqli düşünüb daşınıram. Yəni ki, mən Bakını gözəl bilirsinizmi? Dənizdən sahilə baxdıqda füsunkar, çox gözəl, çox füsunkar görsənir. Bəli, yadınıza gəlirsə ötən dəfə hansı qədimi arxitekturalı binadan danışdım? Saray, Heydər Əliyev sarayı. Nə olardı ki, onun qabağını tutan hündür binalar hər biri sağında, solunda ucalardı. Amma qarşısını tutmazdı. Başa düşürsünüzmü mənim əzizlərim, mən nə demək istəyirəm? Sanki hər yeri qapatıblar. Mənim səlahiyyətimdə olsaydı, vallahi billahi, yeni Bakını, yəni ki, köhnə Bakı ilə dizayn edərdim. Yəni ki, görkəmi çox füsunkar olardı. Lenin sarayıdı da əvvəllər, o Lenin sarayı. Əvvəl 28 aprel idi. Bugün 28 may. Bax, oradan çıxırdım. Açıqlıq və o saray görsənir. Heydər Əliyev adına saray. Necə gözəl. Qarşısında park, fontan. Bugünsə binalardır. Bəli. Bu binaları ötüb keçməlisən ki, o füsunkar qədim abidəni görəsən. Amma bunu tam fərqli etmək olardı. Ucalan binaları sağında, solunda. Necə ki, o dənizdən sahilə gələrkən, yəni ki, necə orada ucalan binalar var. Görün, necə səliqəli görsənir. Bax, elə olardı. Oraların görkəmi çox gözəldir. Gözəl memarlıq abidələridir. Yəni ki, qədimlə müasir. Hər şeyi tənzimlənib, çox gözəl də görsənir. Amma daxildə də bu gözəllik olmalıdır. Necə ki, adi bir yaşayış binaları, görürsən ki, yol kənarı tərəfi gözəldir. Daxil olursan, bəlli başda Cənlər diyarı. Bax, elə mən Cənlər diyarında yaşayıram.
Bir balaca abadlaşdırılıb buralar. Amma nə qədər görüləsi işlər var. Əlbəttə ki, hər kəs öz yaşadığı ərazisinin füsunkar olmağını istəyər. Ağaclar salınsın, parklar, gözəlliklər. Kaş ki, hər tərəfi bu cür gözəlləşdirərdilər. Bəli, hündür binalarla yox, adi yaşıllıqlarla, güllərlə, çiçəklərlə, gözəl görünən binalarla, əlbəttə ki, görkəmli binalar, gözəl göyçək, yəni ki, abidələr bizə vacibdir, gərəkdir. Bəli. Olmalıdır. Bugün biz 21-ci əsrdə yaşayırıq. Bizim bütün köhnə binalarımız ilə olduğu kimi qalmamalıdır axı. Hansı ki dağılıb, uçub tökülür. Əlbəttə ki, onlar bərpa olunmamalıdır. Onlar yenidən tikilməlidir. Amma ki, arxitekturalı binalar, qədim, tarixi abidə o bərpa olunmalıdır. Yenidən baxırsan, necə buna yenidən qurmaq olar, yaratmaq və o tarixi abidəni yeniləyirsən. Hər bir abidənin üzərində, yəni ki, qeyd olmalıdır, tarix olmalıdır. Bəli, necə ki, Azərbaycanımızın tarixi. Bugün bizim dövlət başçımız nə qədər abidələr ucaltdırıb, binalar tikdirir, yollar saldırır. Baxın, getdiyiniz bu Xankəndiyə, işğaldan azad olunmuş, yəni ərazilərimizə, məyər onları tikib yaradan bizim dövlət başçımız deyil. Onların hər birinin üstündə tarixi möhürlənməlidir. Çünki bu tarixi yazan idi baxımına. Bugünlərə, keçmişdən, bugünə kimlərisə gətirmək nə demək? Məyər Rusiya Leninimiz dəstəkləyir bugün. Leninlə mi danışırlar? Yaxud Brejnevdən? Bugün hər kəs Putinin arxasındadır. Hər bir məmləkətdə satqın olur. Bu aydın məsələdir. Baxın, Trump'ı dəstəkləyənlər bugünsə nə edirlər? Qarğış edirlər. Elə mi olmalıdır dövlət başçısı? Dövlət başçısı səfih olmamalıdır. Ağıllı və müdrik olmalıdır. Və hər nəyin dövləti üçün, milləti üçün xeyirlidirsə, onu etməlidir. Və bizim dövlət başçımız da bunu edir. Bəli. Bu gülməlidir ki, bugün keçmişlə yaşayanlar var. Bilirsinizmi? Vallahi billahi, o qədər danışaram elə bəndələr haqqında. Sadəcə başım ağrıyar və ürəyim bulanar. Çox murdar fikirli bəndələr var. Oturub keçmişdən danışırlar. Sanki nağıl danışırlar. Oturun. Sanki bunlar da, bilirsiniz, əzizlərim, yəni ki, təsəvvür edin, bir məsciddə bir axund oturur və imamlardan, peyğəmbərlərdən danışır. Bunlar da otururlar, nədən danışırlar? Filan kəs, adlarını sadalamıram. Amma adlar çəkirlər. Hansı ki, mənim əzizlərim. Elələri var ki, demirəm, dilim olasan, ay dilim. Onları biz görmüşük. Bəli, onlar haqqında məxfiləri də bilirik, gizliləri də. Kimi gündəmə gətirirlər. Allah Teala belə şeyləri götürmür. Bəli. Allah Teala özü pislərin dərsini verir. Bəli. Dərs verir onlara.
Bəli. Onlar şeytanın yolunu gedirlər. Şeytanın yoluyla gedən yanar. Amma Allah Teala o qədər mərhəmətlidir ki, sən yananda da yağış yağdırar. Çox yanmayasan. Allahın mərhəmətidir. Bəli. Allah Teala istəsə, bax bugün Amerikada elə bir tufan qoparar ki, özünüz də mat-məhtəl qalarsınız. Yaponiyadan danışmışdım. Baş verənləri eşitdinizmi? Vietnam. Orada da nələrsə baş verir. Afrikadakı süfrədarın da kefi mənə elə gəlir ki, əladır. Mən kino musiqisini sevirəm. Bəli, ümumiyyətlə simfonik orkestr. Sevirəm simfoniyanı. Ümumiyyətlə bədii filmlərə, kino filmlərə çəkilmiş musiqiləri çox sevirəm. Çox vaxt bilirsiniz mənim əslərim. Tək musiqini, yəni müğənni olmadan adi musiqi, simfoniyanı dinləməyi daha çox sevirəm. Amma sevdiyim müğənnilər var. Flori Kərimova, Polad Bülbüloğlu. Bəli, əcnəbiləri də xoşlayıram. Yəni, mənim də öz sevimli əcnəbi, yəni ki, aktyorlar var, aktrisalar var. Rusiyada bax, Mikhail Boyarski. Gözəl aktyordur, həm müğənni, xoşum gəlir. Alisa Frendlich, Irina Alfyorova, Margarita Terехova, Vyacheslav Tixonov. Çox gözəl aktyor və aktrisalar var. Bəli. Və müğənnilər. Türk müğənnilərini də sevirəm. Məsələn, Nilüfər mənim sevimli, yəni ki, müğənnidir. Xoşum gəlir onun mahnılarından. Nəşə Qaraböcək. Gözəl müğənnilər, gözəl səslər. Hər zaman dinləmək xoşdur. Və xoş olardı ki, bizim məmləkətimizdə hər bir işimiz əla olardı. Bilirsinizmi mənim əzizlərəm, bugün bu sülh məsələsi hər biri ümumiyyətlə bugün istər Qazaxıstanda, Özbəkistanda, Belarusiyada, Tacikistanda, ümumiyyətlə qonşu Gürcüstanda, elə Ermənistanın özündə də, yəni ki, qarışıqlıqlar mövcuddur. Bilirsinizmi, bu dövlətlərin hər biri çox səmimidir. Bəzi bir şeylər var. Bəli, düzdür, mən istəyərdim ki, Rusiyada, Rusiya Federasiyasında yaşayan məhz Rus xalqı, başqa millətdən danışmıram, Rus xalqı öz daxilində olan millətlər arasında millətçilik etməzdi. Çünki kənarda olan Belarusiya, Ukraynanı çıxmaq şərti ilə nə qədər müsəlman dövlətləri var və hər biri bugün Rusiyaya bir bərabərdir. Dar günündə onu qoymayıb.
Bunu onlar dərk etməlidirlər, başa düşməlidirlər ki, necə ki Sovetlər Birliyində hər zaman bir-birimizin əlindən tutmuşuq. Müharibələrdə də, Alman faşizminə qarşı mübarizədə də bir olmuşuq. Bugün də necə də olsa, bax, Rus xalqını dost, yəni qonşu bilərək, Ukraynadan getmir söhbət, Qərb ölkələrindən, Amerikadan qoruyuruq. Bunu hər kəs bilməlidir. Bunu hər bir qonşu dövlət edir. Və Rusiya bunu, Putin bunu bilir. Amma mən istəyərdim ki, hər bir Rus milləti bilsin. Milləti. Qaldı ki, Ukraynaya. Biz Ukraynaya əlimizdən gələni bütün köməkləri edirik. Niyə? O da bizim qonşumuzdur. Nə edək ki, başçısı belə yöndəmsizdir. Yəni ki, əgər o belə bir terror aktına bacarırdısa, nədən öncə etməmişdi? Nədən? Məyər bu günləri Rusiyanı dağıdan bəndə zavodlarını, fabrikalarını, təyyarələrini bundan öncə edə bilməzdi. Çünki bunların hər biri mənim əzlərim tamaşadır. Bilirsinizmi, istər müharibənin, istər hər hansı bir yolun həmişə sonluğu olur. Bəli, bir yol gedirsən. Bir də görürsən ki, qarşına quyu çıxır, ya da ki, heç quyu deyil. Bir şər qüvvə, bir bəndə çıxır və səni öldürmək istəyir. Bəli, bax, belədir. Ona görə hər bir millət öz daxilində belə ara vurmalara izin verməməlidir. Biz hər birimiz qonşu dövlətlər müstəqil və suveren olmalıyıq. Suverenliyimizi qorumalıyıq. Heç bir dövlət başqa bir dövlətin suverenliyinə xələl gətirən fikir və düşüncələr söyləməməlidir. Əgər belə olarsa, hər bir dövlət bir xalqdan ibarət deyil. Demək, qızışdırmağa, qan çanağı olmağa məqam və yeri var. Aydındırmı mən nə demək istəyirəm? Yəni ki, hər bir dövlətdə böyük və kiçik fərqi yoxdur. Mənim aləmimdə kiçik dövlət yoxdur. Nə də ki, böyük dövlət. Böyük bəndə var. Bəli, böyük dövlət necə yaranıb? Bu da aydın məsələdir. Amma qaldı ki, mən böyük dövlətəm, başqa bir dövlət məndən qorxsun. Daxildə hansısa bir çaxnaşmanı yaradım. Ən qorxulusu elə kiçik dövlətin, böyük dövlətin daxilinə bir bit buraxmasıdır. Hər kəsi qarışdırsın və qaşındırsın. Bütün məmləkətlər müstəqildir və müstəqil olaraq da qalacaq. Sadəcə dost, qardaş kimi, qonşu kimi. Bəli. Hər kəs kimisə dəstəkləyirsə, hansısa bir dövləti və hansısa bir dövlətin yanında durursa, o demək deyil ki, biz hansısa başqa bir dövlətlərə xələl gətiririk. Bunun bizə xeyri ola bilər. Və biz öz xeyrimizə çalışırıq. Bizə bir raket bəyəm hədiyyə vermişdilərmi? Əlbəttə ki, yox. Hər biri pulla alınıb. Bizim heç kimə borcumuz yoxdur. Əvəzini də vermişik. Hər kəsə. Bir eləyib, iki eləmişik.
Biz məyər bunu bəyan mı etməliyik? Bana hər bir dövlət özü bilməlidir ki, filan dövlət mənə bunu edib. Bizim dövlətimiz nə qədər kasıb dövlətlərə maşın paylar göndərib, ərmağanlar, hədiyyələr göndərib. Uşaqlar ac olmasınlar, ölməsinlər. Buna da söz eləyirlər, mənim əzlərəm. Bəli, dövlət başçısı hansısa bir dövlətə humanitar yardım göndərir, kiməsə kömək edir. Buna da bir qulp qoyurlar, hər şeyə. İrana yaxın oluruq, deyirlər Rusiyadan uzaqlaşdılar. Rusiyaya tərəfdə gedirik, deyirlər ki, Türkiyə qaldı. Biz hər kəslə dostduq. Bizim qonşularımızın hər biri bizim qonşumuzdur. Region ölkələrinin hər biri, istər ermənisi də, özgə diyarlarla da biz öz tərəfdaşlığımızı yəni ki, saxlayırıq. Nədə? Sövdələşməyə gedək. Mal alaq, mal verək. Ancaq bu zəmində başqa hansı söhbət ola bilər? Aydındırmı? Mən nə demək istəyirəm? Bəli, mənim əzlərəm. Ona görə bu cür danışmağa yeri yoxdur. Hər kəs yerini bilməlidir, yerini tanımalıdır və öz işinin qulpundan yapışmalıdır, öz işini görməlidir. Ağlayanlar hər bir dövlətdə var. Bizim də məmləkətimizdə kasıblar, yolçular, dilənçilər, müflislər var, səfillər var və qaraçılarımız da mövcuddur. Bizdə varsa demək deyil ki, Amerikada yoxdur. Yaxud Rusiyada, Çində, digər ölkələrdə, Fransada, Latviyada, Litvada, Estoniyada hər birində var. Deyin hansı dövlətdə yoxdur, mən sizə göstərim. Hər birində var. Narkomanı da var. Küçədə yatanları da var. Fahişələri də var. Üzdən iraqları da. Biz isə təmizlik işi ilə məşğuluq. Baxın, hüquq mühafizə orqanları onları təmizləyirlər. İstər sosial şəbəkədən, istər küçədən. Bəli. Prokurorluq, hüquq mühafizə orqanları dedim, prokurorluq yadıma düşdü. Mən yenə də təkrar edirəm, dəfələrlə demişəm. Əgər bir bölgədə sərmayə və yəni investisiya xarici ölkələrdən gələnlər mövcuddursa, təməli qoyulmadan öncə bu torpaq araşdırılmalıdır. Yerin 7-ci qatına kimi. Geoloqlarımız var, arxeoloqlarımız və prokurorluq. Bəli, burada başqa bir qurum olmamalıdır. Sanki bütün haqq hesabın çürütməlisin, çürüdülməlisin. Bağışlayın, dilim topuq vurur mənim əzlərəm. Yəni ki, bu investisiya qoyanlar, sərmayə qoyanların hər biri kimin əlində olmalıdır? Prokurorluğun. Sənədi ilə, sübutu ilə, dəlilləri ilə, qeydləri ilə, imzaları ilə. Aydındırmı? İstər sağa, sola vurun. Bu belədir. Prokurorluq bu işi icra etməlidir. Bəli. Çünki icra nəyə görə dedim mənim əzlərəm? Əgər burada torpaqdan, sərmayədən gedirsə söhbət, bizim prokurorluğumuz olmalıdır. Söhbət nədən gedir? Torpaqdan. Torpaq. Aydındırmı? Yozun mənim əzlərəm. Çünki elə bir şeylər deyərəm ki, yəni ki, balaca bir torpağı
Neyse, demirəm. Bilirsinizmi, niyə demədim? Çünki elə bir dövlət var ki, belə bir hissələri ala-ala öz dövlətinə yapışdırıb, küleyləyib, yəni calaq edib. Ona görə hər bir ərazidə nə olmalıdır? Prokurorluq. Sərmayə və investisiya qoyan xaricilər. Və onların işi. Bu belə olmalıdır. Qaldı ki, sülh məsələsinə mənim əzlərim. Ermənistan, başı deyək ki, qaragenə qarışıb. Desəm ki, bu cəfəngiyyatdır mənim əzlərəm. Bilmirəm, inanarsınız, yoxsa yox. Sanki elə bil ki, cizgi filmidir. Sadəcə hər kəs, bütün qonşu dövlətlər Rusiya-Ukrayna savaşının bitməyini gözləyir. Bunu bilin. Bəli, ötən dəfə nəyi qeyd etmişdim? Kim hansı tərəfdədir? Yəni ki, əgər Amerika Rusiya tərəfdarı, yəni ki, necə deyərlər? Rusiya və Amerika tərəfdarı. Burada sol işarəsi qoyaq. Nədən? Kimdir bu tərəfdar? Məsələn, tutaq ki, mənim qarşıma Amerika ilə Rusiyanı qoyurlar. Yəni ki, hansısa bir dövləti seçim etməlisən, bunlardan hansısa birində yaşamalısan. Əlbəttə ki, mən öz qonşu dövlətimi seçərəm. Rusiyanı. Dilinə görə, adət-ənənələrinə görə, tarixi bağlılığıma görə Amerikanı yox, Rusiyanı seçərəm. Bir də var ki, bir başqa bir yöndə, məsələn, iki dövlət savaşır, Amerika və Rusiya. Amma Ukraynanın adı hallanır. Ukrayna burada yoxdur. Mən Ukraynanı bu savaşda görmürəmsə, yenə də mən Rusiyanı dəstəkləyəcəm. Bu mənim fikirlərimdir, mənim əzlərim. Mən hər zaman deyirəm ki, mənim fikirlərim, sizin fikirləriniz də üst-üstə düşməyə bilər. Bəli. Bu mənim fikirlərimdir. Mən Azərbaycanda yaşayıram. Sadəcə bu mənim fikirlərimdir. Sadəcə mən nə istəyirəm? Sülh, əmin-amanlıq və firavanlıq. Bəli. Təmiz hava. Barıt qoxusu gəlməsin. Təbiətin ətri gəlsin. Səmada quşlar pərvaz etsin.